Salam, hər vaxtınız xeyir olsun. Biz bugün 2022-ci ilin birinci qruplar üçün olan yay blok imtahanının izahına baxacağıq. İlk sualda üçbucaq və hündürlüyün, üçbucağın tərəfini və hündürlüyünü verib sahəsini istəyir. Asan bir sualdır. Oturacaq 2.8, hündürlük 2.2 olduğu üçün üçbucağın sahəsi tərəf vur hündürlük böl 2-dir. Burada biz bunu ixtisar etsək 1,1 ilə doğru cavab B variantı olacaq. Mən nömrələrlə yox, ekranda görünən suallarla birbaşa izah eləyəcəm, vaxt getməsin. 5-ci suala baxıram. Burada kublar cəmi üçün vurublara ayırsaq əgər 44 üstəgəl 48, 44 kvadrat çıx 44 vur 38, üstəgəl 38-in kvadratı bölünsün 41. Çıx 2 vur 44 vur 38. Diqqət eləyin 41 ilə 82 ixtisar gedir 2 alınır. Hamısından 2-ni ortaq çıxartsaq 44 kvadrat çıx 2 vur 44 vur 38 üstəgə 38-in kvadratı alınır. Bu da müxtəsər vurmaya görə 44 çıx 38-in mötərizə kvadratıdır. 6-nın kvadratı 36 vur 2 cavab 72-dir. Düz xətlərdən, tənliklərindən hansının bucağı əmsalı -4-də üstü? Məsələn, birincidə 4y 3x çıx 1-dir. Y 4-də 3x çıx 4-də 1-dir. Bucaq əmsalı 4-də 3-dür. D variantındadır deyəsən cavab. 3y bərabər -4x üstəgəl 2 yazsaq, y -3-də 4x üstəgəl 3-də 2, D-də də deyilmiş. Bizə -4-də 3 olması lazım. B variantında y bərabər x-dir, K1-dir. C variantında y bərabərdir, -4-də 3x. Doğru cavab C variantı. 6-cı sualda f, j8 mürəkkəb funksiyasının qiymətini istəyir. Biz əvvəlcə j8-i hesablamalıyıq. J funksiyasının özü də bir mürəkkəb funksiya şəklində verilibdir. J 3x üstəgəl 2, 2x üstəgəl 5-dirsə, J-nin 8-də qiyməti 3-ün, 3x üstəgəl 2-yə 8 deyəndə x 2 alınacaq. Burada 2 vur 2 üstəgəl 5, cavab 9 eləyir. Deməli, J8-in əvəzinə 9 yazırıq. F9 bərabərdir 3 vur 9 çıx 11, doğru cavab 16-dır. 7-ci suala baxaq. Səyyah 15 km getdikdən sonra 25% qaldı. Deməli, 75%-ni gedib 15 kilometr, 100%-i x-dir. Buradan tənasüblə x-i tapacağıq. 15 vur 100 böl 75. 20 kilometr alınır. Cavab A variantı. 3-cü suala baxaq. Oturacağı MK olan bərabər yanlış bucaqda ND hündürlüyü o orta nöqtəsindən YF NK paralel xətti çəkilmişdir. Baxın, bu orta xəttdə orta nöqtədir və paralellik varsa, deməli DF ilə FK da eynidir. O zaman biz bura N-in yazsaq, MD-yə də 2N düşəcək. Üçbucaq MYF oxşardır üçbucaq MNK yazsaq. MF-in YF-ə nisbəti MK-nın NK-ya nisbətidir. Yəni 3N-in YF 12-yə nisbəti 4N-in X-ə nisbətidir. Buradan X-i tapırıq ki, 48 bölü 3 16-dır. Bu sualın məsələn bir variantı da var. Bu orta nöqtə olduğu üçün biz buradan D-dən bir paralel xətt keçirsək, DL. Bu YF parçası 12 olduğu üçün bura 6 düşəcək. Çünki üçbucağın, üzrü sayın 6 düşməyəcək. 12-dir. Biz bura x yazsaq, bura x böl 2 düşəcək. DE MK-nın orta xətti olur. Daha sonra trapesiyaya baxsanız, baxın rəngləyirəm. Bu trapesiyada x və x böl 2-nin cəminin yarısı 12-dir. Buradan x-i taparıq ki, 16. 4-cü sualda x, y xasini tapmamızı istəyir. Biz birincini kvadrata yüksəltsək 36, müxtəsər açsaq əgər çıx 2x, y 36-dır.
Deməli 20 çıx 2xy 36-dırsa xy -8 olacaq. 8-ci sualda konusun yan səthinin sahəsi oturacağın sahəsindən 2 dəfə böyükdür. Deməli, pi r l 2 pi r kvadrat yaza bilərik. Buradan L-i tapırıq ki, 2r. Konusda yan til r-ə bərabərdirsə əgər, daha doğrusu 2r diametrə bərabərdirsə, deməli bu konus bərabər tərəflidir. Bura 60 dərəcə olur. Hündürlük çəkdikdə 60 dərəcənin qarşısındakı katet 30-un kök 3 mislidir. 30 dərəcənin qarşısındakı katetin kök 3 misli. Bizdən indi hündürlüyün r-ə nisbətini istəyir. Doğru cavab kök 3 olacaq. Keçək. 9-cu sualda loqaritmada ACM-in müxtəlif sadə ədədlərdir. Burada m-lər ixtisar olunur, n-lər ixtisar olunur. Qalır loqaritma a əsasdan b çıx, loqaritma a əsasdan c bərabər 3-ə. Deməli, alırıq ki, loqaritma a əsasdan b böl c 3-dür. Deməli, b böl c a-nın kubudur. Yəni, b c vurulsun a kuba bərabərdir. B-nin kiçik qiymətini istədiyimiz üçün a-ya biz ən azı kiçik sadədə 2-ni yazacağıq. C-yə isə 3 yazarıq. 3 vur 8, 24 alaq. 13-cü sualda maraqlı sualdır. Tənliyin, baxın, biz x kvadrat çıx 5x üstə gəl 6. Kəsrin sıfır eləməsi üçün sürəti sıfıra çeviririk. Vuruqları ayırsaq x çıx 2, x çıx 3, 0. 1 kök 2-dir, 1 kök 3-dür. Biz yalnız bir kök olmağını istəyiriksə, bu köklərdən biri kənar kök olmalıdır. Kənar kök olması üçün də məxrəci sıfıra çevirməlidir. Yəni, x-in yerində ya 2 olmalıdır. Bu halda b 2 eləyəcək. Ya da 3 olmalıdır ki, kənar kök olsun. Deməli, b 2 və 3 olanda tənliyin bir kökü olacaq. Baxırıq 10-cu suala. AB mərkəzi O nöqtəsi olan çevrənin toxunanıdır. DBK bucağı 60 dərəcədir. Deməli, qövs 120-dir. AB 6 kök 3-dür. AC parçasının uzunluğunu tapmamızdır. Baxın, biz burada nə edərik? Bu sualın həlli üçün mən buradan bir radius perpendikulyar çəksin. 90 dərəcə. Onda bura düşəcək 30 dərəcə. Deməli, D bucağı da 30-dur. O zaman O bucağı 60 dərəcə olur. İndi 60 dərəcənin qarşısı, baxın, 3 bucaq A, O, B-də. 60 dərəcənin qarşısındakı AB 6 kök 3-dürsə, 30 dərəcənin qarşısına, baxın, bu 30 dərəcənin qarşısında OB-yə düşəcək radiusa 6. 90 dərəcənin qarşısındakı AO-ya düşəcək 6 vur 2, 12. Bizdən deməli, bura 12, OC 6 yazanda AC-yə düşər. 12 çıx 6, 6. Cavab Y variantı. A5-i 6.5 verib A7-ni tələb edirik. Şagirdlər S13 10 dənə S9 yazdıqsa, ədədi silsilədə S13-ü biz A1 üstə gəl A13 böl 2 vur 13 yazsaq. 10 vurulsun S9-un əvəzinə A1 üstə gəl A9 böl 2 vur 9 yazsaq. Ədədi silsilənin xassəsinə əsasən, baxın, biz birbaşa bura A7 yaza bilərik. Bunu bilməsəniz, A13-ü A1 üstə gəl 12D, A9-u A1 üstə gəl 8D yazmaqla buranı da A5 taparsınız. A7 vur 13, 10 vur A5 vur 9'dur. İndi A5 6.5 veribdi deyə 13 vur A7, 65 vur 9'dur. 13 və 65 ixtisar getsə A7-yə qalacaq 45. Doğru cavab B variantı. 15-ci sual şagirdlər, kompleks ədədlərin trigonometrik şəkli artıq qəbul imtahanında düşməyəcək. Proqramdan çıxarılıbdır. Alfa böl beta, alfa böl beta. Alfa böl beta. Modullar nisbəti bölünür. Argumentlər isə çıxılır. Pi böl 3-dən pi böl 6-nı çıxırsan. Sinus pi böl 3-dən pi böl 6-nı çıxırsan. Doğru cavab olur
A variantı. 11-ci sualda kosinus kvadrat üstəgəl sinus kvadrat 1 deməkdir. Deməli, kosinus 2x 1-ə bərabər. Kosinus 1-i nə vaxt alır? 2 pi k-da. 2-yə böləndə nə alırıq? Pi k. Cavab B variantı. 12-ci sualda A və B çoxluğunun birləşməsinin element sayını 24 verib. A'nın element sayı 20, B'nin element sayı 14. Siz buradan məşhur düsturdur, bilirsiniz bu düsturu. 20 üstəgəl 14 çıx 24. Cavab 10 alınır. Düsturu bilməsəniz, Euler-Venn dairəsini bilirsinizsə, ortaya x yazdıqda yalnız A'ya 20 çıx x, yalnız B'yə 14 çıx x yazın. Cəmləsəniz yenə bura alınacaq. 16-cı suala baxaq. A nöqtəsindən D düz xəttinə qarşılıqlı perpendikulyar maillər çəkilmişdir. Maillərin düz xətt üzərində proyeksiyası, baxın, bura 8 və 18-dir. Bu perpendikulyarlıq olduğu üçün Evklid düsturuna əsasən HC kvadrat 8 vur 18 144 HC 12 alır. 17-ci sualda. Birinci kubun həcmi ikinci kubun həcminin 0,8 faizidir. Buradan A kubu bərabərdir B kubu vur. Deməli 8 böl 1000 yazsam, yəni A kubu bərabərdir B kubu vur 125-də 1. Deməli B kub bərabər olur 125 A kubuna. Deməli B bərabər olur 5A'ya. İndi birincinin səthinin sahəsi, yəni burada 6A kvadrat, ikincinin səthinin hansı hissəsidir? 6B kvadrat. Burada A böl B mötərizə kvadratı olacaq 25-də 1. 25-də 1 neçə faiz deməkdir? 25-də 1, buradan yazıram, 100-ə vuranda 4 faiz deməkdir. C variantı. 21-ci sualda toxunanın bucaq əmsalını 62 veribsə, biz həndəsi qaydaya əsasən bilirik ki, törəmənin nöqtədə qiyməti həmin nöqtədə çəkilmiş toxunanın bucaq əmsalına bərabərdir. X kvadratın törəməsi 2x, 8x'in törəməsi 8, 62'dir. 14x 70 elədiyi üçün x'i 5 tapırıq. Növbəti suala baxaq, 18-ci suala baxıram. 5x çıx 4x kök altında təyin oblastını tapmamızı istəyir. Biz buradan 500x çıx 4x böyük və ya bərabər 0 yazırıq. Bunu 500x böl 400x böyük və ya 1 yazdıqda böyük və ya bərabər. 4-də 500x böyük və ya bərabər, 4-də 500 0 alır. Deməli, x böyük və ya bərabər 0. Yəni, x 0-dan kiçik deyil. Cavab C variantı. 22-ci sualda sonsuzluq çıx sonsuzluq tipli qeyri-müəyyənlikdir. Bu limiti hesablamaq üçün biz hər tərəfi qoşmasına vurub bölməliyik. Bu ifadəni qoşması nədir? 3n üstəgəl 9n kvadrat çıx 8n üstəgəl 2 bölünsün. 3n üstəgəl 9n kvadrat çıx 8n üstəgəl 2 bərabər. Limit n sonsuzluğa yaxınlaşdıqda sürətdə müxtəsərin düsturunu alırıq. 9n kvadrat çıx 9n kvadrat üstəgəl 8n çıx 2 3n üstəgəl 9n kvadrat çıx 8n üstəgəl 2. N sonsuzluğa yaxınlaşdığı üçün n-ə böldükdə burada 8 çıx n böl 2. Burada isə 3 üstəgəl kök altda 9 çıx 8 bölün 2 böl n kvadrat yazır. Əslində birbaşa deyə bilərdik ki, dərəcəsən böyük olanları saxlayaq. 8 üstəgəl kök altda 9. 8 böl 3 üstəgəl kök 9. O da 6-da 8 ya da 3-də 4 edəcək. 19-cu suala baxaq. 57 3 vur 19 deməkdir. 38 isə 2 vur 19 deməkdir. Burada 19-un kvadratını ortaq çıxartsaq, 3-ün kvadratı üstəgəl 2-nin kvadratı. 19 kvadrat vur 13 üstü 1. Bunun sadə vuruqları 3 dənə olacaq. 2, 19, bir dənə də 1. 23-cü sualda
Kəsr rasional bərabərsizlikləri həll etmək üçün sürəti məxrəcə vurub işarəni saxlayırdıq. Məxrəcin sıfırdan fərqli olduğunu qeyd edirdik. Burada kökləri 5 və 7 alırıq. Qüvvət cüt olduğu üçün 5-in qüvvətində sağındakı işarə solda təkrarlanır. 7-dən sağda bir ədəd yazsaq yerinə, məsələn 8 yazsaq müsbətdir. Sonra mənfi, yenə mənfi. Deməli, cavab olacaq mənfi sonsuzluqdan 5-ə, birləşmə 5-dən 7-yə. İndi 2-7 aralığındakı həllərini istəyir. Biz bura 2-dən başlasaq, 2 daxil olmaqla. 2-dən 7-yə qədər həlləri 2, 3, 4, 5 olmaz. 5 olar məxrəci. Olmaz. Yox, şagirdlər sıfıra çevrilir. 2, 3, 4 və 6. Doğru cavab 15 olacaq. Aha, 20-ci sual uşaqlar. Həmin ildə baxın, mail proyeksiya ilə bağlı 2 dənə sual düşübdür. Müstəvidən 6 sm məsafədən müstəviyə 30 dərəcəli bucaq altında mail çəkilmişdir. Mailin uzunluğunu tap. 30 dərəcənin qarşısı 6-dırsa, hipotenuz 12-dir. 24-cü sualda inteqralın sərhədlərinə baxsanız, eynidir deyə bir integral daxilində yaza bilərik. X üstəgəl sinus kvadrat üstəgəl x üstəgəl kosinus kvadrat dx bərabərdir. Sinus kvadrat üstəgəl kosinus kvadrat 1 deməkdir. 2x üstəgəl 1 dx. Burada nəyin törəməsi 2x-dir? X kvadratın nəyin törəməsi 1-dir? X-in. 5-dən a-ya kimi. Bu bərabər olur a kvadrat üstəgəl a çıx 5 kvadrat çıx 5. Bərabər a kvadrat verilibdir. Görürsünüz. Buradan a kvadratlar getsə a-nı taparıq 30. 25-ci sualda oturacağın tərəfləri 5, 5, 6, həcmi 80 olan üçbucaq piramidanın hündürlüyü. Burada heç şəkil çəkməyə ehtiyac yoxdur. Piramidanın həcm düsturu 3-1 S oturacaq vur h-dır. 80 yazsaq. Deməli S oturacaq vur h 240. Şagirdlər üçbucağın 5, 5, 6 veribdirsə, Heron düsturunda yaza bilərdiniz. Amma mən bərabər yanlıdır deyə hündürlük çəkəcəm 3, 3, hündürlük 4 olur. Üçbucağın sahəsi 6 vur 4 bölü 2, 12. Deməli, oturacağın sahəsinə 12 yazdıqda hündürlüyü tapırıq ki, 20 imiş. 26-ya baxaq. ABCD paraleloqramın A və D bucağın tən bölənləri BC tərəfi üzərində kəsişir. Aha. Bu tip sualları biz çox gördük, şagirdlər. Buraxılışdan əvvəl də bunları işləmişdik biz sizinlə. Burada indi A və D-nin tən bölənləri dediyi üçün mən bu tən böləni çəkirəm alfa, alfa. Çarpaz bucaq burada alfadır. A dedikdə bura A düşür. M nöqtəsi. D-dən çəkirəm beta, beta. Çarpaz bucaq beta. Deməli bura A-dır, bu da A. Üzürlü sayın nəsə set problemi oldu. Qaldığımız yerdən davam eləyək. Burada 2A olur. Deməli, biz burada M-dən çəkilmiş median hipotenuzun yarısıdır deyə bu 90 dərəcədən çəkilmiş. Bura A 6.5 verilibdir. Yəni median elə A tərəfə bərabərdir. Onda perimetrə düşəcək 6 dənə A. Yəni 6 vur 6.5 cavab 39 olacaqdır. 27-yə baxaq. İfadələrin ən böyük və ən kiçik qiymətləri üçün uyğunluğu müəyyən edin. Deməli, 2 sinus alfa üstəgəl 3-dürsə, sinus alfanın qiymətləri mənfi 1, 1-də dəyişir. Mənfi 1 yazsaq yerinə mənfi 2 üstəgəl 3, ən kiçik qiyməti 1 olur. 1 yazsaq yerinə ən böyük qiyməti 5 olur. Ona görə 1-ə C bəndi uyğundur. Fərqləri isə 4 edir. O cavab burada yoxdur. 1-ə aid. İkincidə y bərabər 4 kosinus kvadrat alfa çıx 1-dir. Kvadrat olduğu üçün 0, 1 yazacağıq. 0 yazdıqda yerinə mənfi 1 ən kiçik qiymətidir. 1 yazdıqda yerinə 3 ən böyük qiymətidir. Cəmləri 2 elədiyi üçün B variantı 2 aiddir. Üçüncüdə isə 7 sinus kub alfa üstəgəl 2-dir.
Sinus kubun qiymətləri -1, 1-dir. -1 yazsaq, -7 üstəgəl 2, -5 ən kiçik qiyməti. Müsbət 1 yazsaq, 9 ən böyük qiymətidir. Cəmi 4 eləyir. A variantı 3-ə aid. D variantı heç birinə aid deyil. Ən böyük qiyməti ilə ən kiçik qiymətin fərqi 8 eləyəndə Y variantı da heç birinə aid olmur. Keçək situasiya tapşırıqlarına, sonra isbata da baxacaq. Burada üstü açıq, divarları və döşəməsi kafe ilə üzlənmiş düzbucaqlı paralellepiped formasında hovuzun hündürlüyü 3, tərəfləri 5 və 8-dir. Hovuzun döşəməsinin üzlənməsi üçün 1 metr kvadratı 12 manatdan olan bu oturacağını hesablayıb. Divarların üzlənməsi üçün isə bu oturacağının qiymətidir. Divarların isə 1 metr kvadratını 10 manatdan olmaqla 1 metr kvadratı kafellər istifadə olunmuşdur. 2 kran qoşulubdur. Hər iki kran eyni zamanda açılıqda hovuz 8 saata dolur. Birinci kran eyni zamanda ikinci krandan 4 dəfə tez doldurur. Hovuza 14 faril 16 sazan balığı buraxılmışdır. Baxaq görək bizdən nə tələb edir. İndi ilk situasiyada yəqin ki sahənin qiymətini hesaplamaq istəyəcək. Neçə manatlıq kafe istifadə olunur? Oturacağının tərəfləri 5 və 8-dir deyə 40 metr kvadratdır. 1 metr kvadratın 12 manatdan kafe istifadə olunubdursa 480 manat oturacağının kafeli etdi. Yan üzünün sahəsi, baxaq burada. Yan üzün sahəsi bizə nə verəcək? S yan, S yan. Oturacağın perimetri 2 dənə 5 üstəgə 8 vur 3-dür. Yəni 6 vur 13, 78 metr kvadrat. Divarlara 10 manatdan, yan üzə 10 manatlıq istifadə edibdir deyə yan səhətin sahəsinə S yana 78 metr kvadratı vururuq biz neçəyə? 10 manatı. Onda alırıq 780 manatlıq. Deməli bunları toplasaq 1260 manat kafel pulu verilmişdir. Biri digərindən deyir ki, birinci boru x saata, ikinci boru 4x saata doldura bilir. Birgə isə 8 saata hovuzu doldura bilirdilər. Sual səhv etmirəmsə belə idi. Bir dəfə də oxuyaq icazənizlə. 4 dəfə tez doldurur, birlikdə 8 saata doldura bilirlər. Deməli, bəli, biz burada yazacağıq indi. X-də 1, üstəgə 4x-də 1, 8-də 1-dir. Buradan biz x-i tapacağıq ki, 4x-də 5 bərabərdir 8-də 1. Deməli, x bərabər olacaq 40 böl 4, 10 saat. Biri 10 saata doldura bilir. 10 saata. Digəri 40 saata doldura bilir. Təhlikdə. İndi yalnız birinci kran, yəni 10 saata hovuzu doldura bilən hovuzun həcmi nə qədərdir şagirdlər? Hündürlük 3-dür, oturacağın tərəflərdə 5, 8. 10 saata 3 vur 5 vur 8-in doldurursa 1 saatda nə qədərini dolduracaq? Buradan indi V yazıram. V bərabər olur 3 vur 5 vur 8 böl 10. Yəni 12 metr kubu dolmuş olacaq. 30-cu sualda burada qeyd eləmişdik aşağıda farel və sazanın sayını. 14 farel, 36 sazan. 14 farel, 16 sazan. 36 dedim deyəsən, üzr sayını. 16 sazan. Cəmi 30 dənədir. Təsadüfi olaraq 3 balıq tuturuqsa, deməli mümkün hal sayı kombinezon 30-dan 3-dür. Əlverişli hal sayı yalnız birinin fareli olması 14-dən 1, deməli digər ikisi sazan olmalıdır, 16-dan 2-dir. Hesaplamanı siz apararsınız, mən vaxt almasın. İsbata baxaq şagirdlər. ABC müsbət ədədlərin veribdir. Bu bərabərsizliyin doğru olduğunu isbat edin. Biz şagirdlər bunun üçün ədədi orta, həndəsi ortadan kiçik deyil. Bu bərabərsizlik, yəni Koşi bərabərsizliyini istifadə edərik.
Sadəcə indi bu məsələlərdə uşaqlar bir ümumi metodları bilmək lazımdır ki, hə, mən burada necə edeyim? Məsələn, mən birinci addımda A böl BC üstə gəl B böl AC kiçik deyil. Kiçik deyil. Nə yaza bilərəm burada? Ya da üzrü sayım, bunu başlamayaq. Belə başlayaq, gəlin. Elə kubları ilə yazaq. A kub böl BC üstə gəl B kub böl AC. Kiçik deyil. Kiçik deyil. Kiçik deyil. 2 dənə kök altda A kub böl BC üstə gəl vurulsun B kub böl AC. Bu bizdə B'lərin birini, A'ların birini ixtisar edir. 2 vur AB böl C qalır. Sonra B kub böl AC üstə gəl C kub böl AB. Kiçik deyil. 2 dənə B kub böl AC vur C kub böl AB yazsan. Buradan alacağıq 2 vur BC böl A'dan. Növbəti üçüncünü yazsam əgər A kub böl BC üstə gəl C kub böl AB. Kiçik deyil. 2 dənə A kub böl BC vur C kub böl AB. Buradan alırıq ki biz 2 dənə AC böl B. Şagirdlər, bu bərabərsizliyi tərəf-tərəfə toplasaq biz. Solda hərəsindən 2 dənə alınır deyə 2-ni ortaq çıxardıram. A kub böl BC B kub böl AC, C kub böl AB. Kiçik deyil, 2 dənə AB böl C üstə gəl BC böl A üstə gəl AC böl B-dən. İkilər ixtisar olundu. İndi biz burada isbatda bizdən tələb olunan A plus B plus C-dən böyük olduğunu göstərmək idi. Görürsünüz. Bunun üçün, mən bir balaca kiçildim bu misallar həll görünsün ümumi. Bunun görünməsi üçün mən nə etməliyəm indi? Baxın, AB böl C üstə gəl BC böl A. Kiçik deyil, 2 dənə AB böl C üstə gəl BC vurulsun BC böl A yazsın. Burada A'lar və C'lər ixtisar gedəcək, 2B alma. AC bölünsün, daha sonra AC bölünsün B üstə gəl BC bölünsün A. Kiçik deyil, 2 dənə AC böl B vur BC böl A yazsın. Burada da A'lar və B'lər ixtisar gedəcək, 2C alınır. Daha sonra nə qaldı? Mən indi birinci 2'yi, ikinci üçüncünü götürdüm. 1 ilə də 3'ü götürsəm, AB böl C üstə gəl AC böl B kiçik deyil, 2 dənə AB böl C vur AC böl B'dən. Bu da bizə verəcək 2A. Sonda biz burada nə edirik? Baxın, bu 3 bərabərsizliyi tərəf-tərəfə toplasaq, alacağıq 2 dənə AB böl C, BC böl A, AC böl B. Kiçik deyil, 2B, 2C, 2A'dan. İkilər də ixtisar olunur. Deməli, bu ifadə B plus C plus A'dan böyük bərabərdir. Yəni, biz nə almış olduq? Bu mötərizədə yazdığımız ifadə də böyük bərabər aldıq onların cəmini. Deməli, A kub bölünsün BC, B kub böl AC, C kub böl AB cəmi, ABC cəmindən kiçik deyil. Beləliklə isbat etmiş olduq. Növbəti imtahanlarda görüşərik. Hər birinizə uğurlar arzulayıram. İmtahana az zaman qalır. Məsuliyyətlə ciddi şəkildə təkrarlayın. Uğurlar olsun hamınıza.